Servisimizdə dizel avtomobillər barəsində görülən işlər kiçik bir məlumat verəcəm. Deməli, Vito'dur, Mercedes Vito. Avtomobilin farsunkası vaxtında çıxıb şaybası dəyişdirilməyib. Ona görə də bugünkü gün avtomobili bu farsunkanı çıxartmaq üçün mühərrik düşməlidir. Avtomobildə də problem qara tüstü verməsidir. Deməli, burada bizim bir rəncimiz var. Avtomobildə problem, farsunka barəsində problemidir. O təmirdədir hal-hazırda. Burada da kiçik bir Vito'muz var. Bunda da problem nədir? Avtomobilin farsunkası. Yenə də şayba vaxtında çıxmıyor. Farsunkalar çıxıb sadəcə olaraq şaybalar yerində ilişib qalıb. Onu da bacarıq nə edirik? Çıxardırıq. Farsunkalar stent olunub, qoyulacaq üzərinə. Marka, model fərqi yoxdur. Bilirsiniz ki, Renat Usta'nın avto servisində Kamazdan başqa bütün markalara baxırıq. Gördüyünüz servisimizdir və içəridə də dizel avtomobillər də var, benzin mühərriklər də var. Yaxınlaşmamışdan qabaq bir dənə əlaqə saxlayın ki, işıqlı elanı görə bilərsiniz. Elə usta. Eyvallah. Sen kimi həyatda söndürüb?